Salam əziz izləyicilər, bugün sizə İsmail rayonunun Cülyan kəndində yerləşən bir evimizi təqdim edirik. Evin görürsünüz, həyətində belə böyük bir hovuzu var. Filtrli hovuzdur. Hər cür təmizlənmə və dərmanlanma işləri də qaydasında aparılır. Evin belə göyçəmənli, yaşıllıq bir həyəti var. Ev Cülyan kəndində təbiətə yaxın ərazidə yerləşir. Belə böyük bir navesdir. Həyətdə oturmaq üçün stol. Burada yerlənəcək. Evin həyətində həmçinin maşın saxlamaq üçün də belə bir yer var. Burada belə bir yay mətbəxi, su, qaz, işıq, hər cür qab-qacağı var. Bura evin sanitar qovşağıdır. İsti soyuq suyu daimidir. İndi evin içərisini göstərəcəm. Bura evin zalıdır. Böyük geniş bir zal. LCD televizor, internet, kondisioner. Evin də yenə içərisində hər cür şərait var. Bura evin içindəki mətbəxdir. Gördüyünüz kimi soyuducu. Burada belə bir holdur. Həmçinin 2 ədəd yatacaq da qoyulub. Burada bir ədəd yataq otağıdır. Yataq otağında da kondisioner. Yenə həmçinin burada da bir ədəd yataq otağı. Burada da kondisioner. Ümumilikdə 8 nəfərlik yataq yeri var. Divan və əlavə yatacaqlarla birlikdə 10 nəfərə qədər yerləşmək olur. Maraqlananlar bizimlə əlaqə saxlaya bilərlər.